bir dirhem dinar riba 33 zinakardan daha şiddetlidir. Ve sonra buyurur ve akhbara enne riba 72 baba. Ribanın deyir 72 dənə növü var, babı var. Ədnəha mithlu ityanir racili ummeh. Onun ən yüngülü deyir anası ilə yaxınlıq etmək dərəcəsindədir. Allah qorusun. Yəni, bu qədər çirkin bir günahdır. Ona görə hər zaman Quran-ı Kərim və həmçinin sünnə ən-nəbəviyyə bizlərə ribanın iyi gələn yerdən uzaq olmağı bizlərə tövsiyə edir. Gördün ki, hardansa ribanın qoxusu gəlir, havası gəlir, oradan həmən qaç. Çünki aqibəti çox dəhşətdir. Bu dünyada, həmçinin ahirətdə. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mə dəxələ beytən illə dəmmara. Elə bir evə girmədi ki, riba, faiz onu dağıtmasın. Mütləq və mütləq o evi pərəm-pərəm parçalayır. Hər bir növdə ola bilər. Hər bir növ bəla geci tezi o evə müsallət olur. Və insan da onu dərk etmir. Və bir də ayılır ki, artıq müsibətlər üst-üstədir. Və düşünmür ki, bu ribanın aqibətidir. Elə bu dünyada. Sonra möhtərəm qardaşlar, Şeyxülislam İbn Teymiyyə rahiməhullah buyurur ki, təhrimur riba əşəddu min təhrimil meysir. Ribanın haramlığı qumardan daha şiddətlidir. Liənnəl murabi qad əxədə fadlən muhaqqaqan min muhtac. Çünki deyir, riba sahibi ehtiyaclı insandan haqqını almışdır. Ancaq ki, وَالْمَقَامِرْ قَدْ يَحْسُلُ لَهُ فَضْلٌ وَقَدْ لَا يَحْسُلُ لَهُ فَضْلٌ. Ancaq qumar sahibi isə gah qazanır, gah uduzur. Riba sahibi isə hər zaman udur və zülm edir. Yəni, udduğunu zənn edir. Hər zaman məzlumun haqqı üzərindədir. Ancaq qumarda isə, qumar da bildiyimiz kimi Quran-ı Kərimdə haram buyurulur. İki tərəfdən biri udan hər bir oyun qumara girir. Yəni, iki tərəf hansısa bir oyun oynayırlar, iki tərəfdən birinin udmaq şansı var. Təbii ki, orada da ortada müəyyən bir şey, hədiyyə, nəsə bir mal, pul, nəsə bir ortada mükafat qoyurlar və onun qarşılığında oynayırlar. Və iki tərəfdən biri udduqda artıq bu qimar, yəni qimar ərəb dilində də qimar deyilir, yəni qumar sayılır. Şeyxülislam buyurur ki, riba qumardan daha şiddətlidir. Çünki ribanın hər bir halında sən zalimsan, məzluma zülm etmişsən. Ancaq qumarda isə bəzən sən məzlum olursan, bəzən də qarşı tərəf məzlum olur.